Biz bugün yeni bir mövzu keçmişiksə, elə birdən-birəyə həmin uşaqdan tələb edə bilmərik ki, nə isə yaratsın, yeni bir ideyalar ortaya qoysun və yaxud da elə birdən-birə müəllifin mövqeyini müəyyənləşdirsin. Biz əvvəlcə sadədən mürəkkəbə doğru getməliyik. Yəni, əvvəlcə tutaq ki, suallar, tapşırıqlar əsasında, mövzu əsasında quracağımız iş xidmət etməlidir uşağın xatırlamasına. Uşaq əvvəlcə xatırlamalıdır, sonra o xatırladığı biliyi anlamalıdır. Hansı ki, tutaq ki, öz sözlərini ifadə edə bilməlidir, izah edə bilməlidir, ideyasını müəyyənləşdirə bilməlidir və s. Daha sonra tətbiq edə, daha sonra təhlil, dəyərləndirə və yarada bilməlidir. Yəni, pillə-pillə taksonomiyada şagirdəki bilik və bacarıqlar formalaşdırılır. Bugün sizlə danışacağıq, deməli, idraç taksonomiyasından əvvəlcə. Onu qeyd edək ki, idraç taksonomiyasının aşağı təfəkkür və yuxarı təfəkkür olmaqla iki mərhələsi var. Aşağı təfəkkür, daha doğrusu səviyyəsi var. Aşağı təfəkkür səviyyəsinə aiddir xatırlamaq, anlamaq, tətbiq etmək. Bundan sonra gəlir 4-5-6-cı deməli mərhələlər, hansı ki, təhlil etmək, dəyərləndirmək və yaratmaq. Həmin bu təhlil etmək, dəyərləndirmək və yaratmaq isə yuxarı təfəkkür səviyyəsinə aiddir. Müəllimlər, qeyd etdiyimiz kimi, şagird nə isə birdən-birə yarada bilməz və ya şagird birdən-birə müəllifin mövqeyini müəyyənləşdirə və yaxud da ki, özü həmin problemini, situasiyanı dəyərləndirə bilməz. Daha doğrusu, daha yaxşı dəyərləndirməsi üçün lazımdır ki, mütləqdir ki, biz xatırladaq, daha sonra o biliyi daha yaxşı mənimsədək, mahiyyətini anladaq, başa salaq, uşaq bu mövzunu həqiqətən mənimsəsin, anlasın. Daha sonra öyrəndiklərini tətbiq edə bilsin praktikada, təhlil edə bilsin, parçalaya bilsin, öz mövqeyindən yanaşsın, dəyərləndirsin və sonda qeyri-standart yanaşaraq yeni ideyalar yaratsın, yeni bir təşriflər irəli sürsün. Bax, beləcə biz taksonomiyanı öyrənirik. Buna əsasən təlim məqsədləri müəyyənləşdiririk ki, həm sinifdə bütün uşaqlar üçün o bərabər imkanları yaratmış olaq. Eyni zamanda da şagirdlərdəki bilik bacarıqlar qeyd etdiyimiz kimi sadədən mürəkkəbə doğru getsin. Əvvəlcə başlayaq xatırlamaq mərhələsindən. Qeyd etdiyim kimi, siz çalışmayın ki, sondakı feillərə əsasən taksonomiyanın mərhələlərini müəyyənləşdirəsiniz. Əsas sizin üçün lazımlı olan hər mərhələnin mahiyyətidir. Yəni, biz hansı vəziyyətlə qarşılaşsaq və yaxud da hansı sualı görsək, hansı tapşırığı görsək, bu xatırlamaq mərhələsidir və ya anlama mərhələsidir və ya tətbiq etmək mərhələsidir. Deməli, birinci, ən sadəsidir. İlkin mərhələsidir xatırlamaq. Burada əlavə heç nəyə ehtiyac yoxdur. Yəni, uşağın anlamasına, təhlilinə heç nəyə ehtiyac yoxdur. Sadə formada uşaq əvvəlki biliklərini yada salır və ona uyğun cavab verir. Deməli, xatırlamaq mərhələsi adından da bəlli olduğu kimi geniş bir məntiqi düşüncə tələb etmir, anlamaq, təhlil etmək və s. tələb etmir. Sadəcə olaraq şagird xatırlayır, yadda saxladığı məlumatı təqdim edir. Məsələn, tutaq ki, deyirik ki, müəllimlər, isim nəyə deyilir? Uşaq burada tərifini deyir, faktoloji biliklə bağlıdır, yadına salır ismin tərifini, xatırlayır və cavab verir. Və yaxud da, məsələn, deyirik ki, Azərbaycan prezidenti İlham Əliyev neçənci ildə hakimiyyətə gəlmişdir? Uşaq həmin ili xatırlayır, cavab verir. Və yaxud da deyirik ki, köməkçinin qissələrini sadala. Uşaq yadına salır, əzbər bilikdir, düzdürmü bu? Əzbər əvvəlki dərsdən məsələn öyrənib ki, ədat, modal söz, nida və bağlayıcı və s. bunlar köməkçinin qissələrdir və bir-bir sadalayır. Və yaxud da uşağa sual veririk ki, dünyada neçə okean var? Və yaxud da ki, sahəsinə görə ən böyük ölkə hansıdır? Yəni, bu sualları uşaq yadda saxladığı biliyə əsasən cavabını təqdim edir. Onda bu olacaqdır idraç taksonomiyasının xatırlamaq mərhələsi. Baxın, bir daha qeyd edirəm. Əlavə heç nəyə ehtiyac yoxdur.
sadəcə olaraq əzbər bilikləri əsasında xatırlamaq mərhələsi. Yada salır şagird, yada saldığını əsasən sualın cavabını təqdim edir. İndi məsələn deyirik, keçən dərs biz nə öyrənmişdik? Dərsə giririk, uşağa sual veririk, uşaq xatırlayır ki, əvvəlki dərsdə tutaq ki, isim mövzusunu öyrənib, qadir sual cavab verir isim. Xatırladı, cavab verdi. Və yaxud da deyim, müəllim sual verir, uşaqlar, ismin neçə halı var? Yenə də olacaqdır xatırlamaq. Bir sözlə xatırlamaq mərhələsi. Baxın, məsələn, şeiri əzbərləyir, cavab verir, düzdürmü? Deməli, şeiri əzbərləyirsə uşaq, bu olacaqdır yenə xatırlamaq mərhələsi. Şeiri əzbərləyir, müəyyən faktoloji suallara cavab verir. Yəni, xatırlayaraq, baxın, məsələn, bayaq da başqa bir misal, müxtəsər vurma düsturu. Müəllim uşaqdan soruşur ki, müxtəsər vurma düsturu nədir və ya necədir? Şagird xatırlayır, müxtəsər vurma düsturunu şifahi şəkildə söyləyir müəllimə, yada salaraq olur xatırlamaq mərhələsi. Yəni, uşağın yada salaraq əzbər biliyinə əsasən təqdim etdiyi cavablar onun idraç taksonomiyasına, xatırlamaq mərhələsinə aid olan deməli, suallara cavab verdiyini göstərir. Yəni, bunlar aid olur xatırlamaq mərhələsinə. Tərifini deyirsə, tutaq ki, hər hansı bir döyüşün neçənci ildə baş verdiyini deyirsə və yaxud da ki, dünənki dərsin hansı mövzu olduğunu qeyd edirsə və yaxud da ki, tutaq ki, hər hansı bir riyazi düsturu xatırlayır, söyləyir, filan ölkənin prezidenti kimdir, bu bayraq hansı ölkəyə məxsusdur və yaxud da ki, filan dövlət neçənci ildə yaranmışdır, filan döyüşün və ya neçə döyüş veririk, bunun xronologiyasını tutaq ki, müəyyənləşdirir şagird, filan əsəri kim yazmışdır və yaxud da şeiri şagird olduğu kimi əzbərləyir. Bax, bunlar aid olacaqdır idraç taksonomiyasını xatırlamaq mərhələsinə. Xatırlamaq mərhələsi sadədir. Ona görə ki, qeyd etdiyimiz kimi, əksəriyyət hallarda faktoloji biliklə əlaqəlidir. Uşağın geniş düşünməsinə ehtiyac yoxdur. O sadəcə olaraq xatırlayacaq və deməli cavab verəcəkdir. Daha sonra, indi əsas məsələlərdən biri olacaq burada anlamaq mərhələsi. Mən ümumi danışdıqdan sonra ən sonda müəyyən situasiyalar qeyd edəcək, burada yəni fərqləndirəcəyəm. Hələlik bir-bir hər mərhələyə uyğun danışıram. Yəni, bu çıxarsa belə eləyəcək, bu çıxarsa belə eləyəcək. Bunu ən sona saxlayıram bunları. Deməli, şagird xatırlamaq mərhələsində neynədir? Yada saldı və o yada saldığına əsasən o suallara cavab verdi. İndi amma anlamaq mərhələsində yalnız əzbər bilik kifayət etməyəcək. Yalnız yadına salaraq cavab verə bilməyəcək. Burada mütləqdir ki, uşaq mütləq, şagird mütləq bu məlumatı yəni əzbərləməklə kifayətlənməsin, eyni zamanda onu başa düşsün, mahiyyətini aydınlaşdırsın, yəni mahiyyət ona aydın olsun, o məsələni o aydınlaşdıra bilsin, anlaya bilsin. Hansı ki, müəllimlər, deməli, uşaq, məsələn, izah edə bilirsə, öz fikirləri ilə söyləyə bilirsə oxuduğu mətni və öz fikirləri ilə təsvir edə bilirsə, ayrı-ayrı əşyaları, ayrı-ayrı obyektləri, hadisələri müqayisə edə bilirsə, arasında çoxşarlıqları, fərqlilikləri müəyyənləşdirə bilirsə, qruplaşdıra bilirsə və yaxud da ki, tutaq ki, mətnin ideyasını müəyyənləşdirə bilirsə, mətni oxuyub ümumiləşdirə bilirsə, xülasəsini söyləyə bilirsə və s. bu olacaqdır anlamaq mərhələsi. İndi müəllimlər, başdan bunu deyim, sonda daha geniş qeyd edəcəyəm. Qeyd etdiyim kimi bütün mərhələlərdən danışdıqdan sonra. Araşdırmaq məsələsi var burada ki, dünən verdiyiniz sınaq imtahanında da Artinin təşkil etdiyi araşdırmaqla bağlı siz taksonomiyanın mərhələlərinə aid suallara rast gəldiniz. İndi bugün sizə bu araşdırmaq həm anlamaq mərhələsində qarşınıza çıxa bilər, həm tətbiq etmək, həm də yaratmaq. Üçünü də fərqləndirəcəyəm ki, necə olsa hansı mərhələdir. Deməli, eyni zamanda qeyd etdiyim kimi araşdırmaq anlamaqda da var. İndi anlamaqdan danışdım, feillərini qeyd etdim, gəlin baxaq nümunələrə. Müəllimlər, anlamaq mərhələsində birinci növbədə qeyd etdiyimiz kimi uşaq xatırladığı biliyi, mahiyyətini, əhəmiyyətli bilməlidir, anlamalıdır. Və yaxud da ayrı-ayrı anlayışları, baxın, burada təhlil etməklə qarışdırmırıq. Deməli, anlamaqda mütləq ayrı-ayrı hadisələr, ayrı-ayrı anlayışlardır. Ayrı-ayrı hadisələri
Tutaq ki, şagird müqayisə edə bilir. Arasındakı oxşarlığı, fərqliliyi müəyyənləşdirə bilir. İndi burada biz uşağa qeyd edirik ki, məsələn, olsun ayrı-ayrı anlayışlar, məsələn, Səfəvilər dövləti ilə, məsələn, və ya Sacilər dövləti ilə Salarilər dövləti arasında, dövlət quruculuğu arasındakı oxşarlıqları müəyyənləşdir. Burada ayrı-ayrı dövlətləri arasındakı oxşarlığı müəyyənləşdirəcəksə, bu olacaqdır anlamaq mərhələsi. Yəni, burada uşağın təhlil etməyinə ehtiyac yoxdur. O sadəcə olaraq faktlar əsasında həmin oxşarlıqları müəyyənləşdirəcək. Baxın, təhlil etmədən faktlar əsasında oxşarlığı, fərqliliyi müəyyənləşdirir, müqayisə edirsə, yəni, bu anlamaq mərhələsində olduğunu göstərir şagirdin. Daha sonra mətn veririk, uşağa qeyd edirik ki, mətnin ideyasını müəyyənləşdir. Uşaq bu mətni oxuyub, onu dərk edib, anlayıb ki, ideyasını müəyyənləşdirə biləcəkdir. Olacaq anlamaq mərhələsi. Və yaxud uşaq evdən mətni vermişik, oxuyub, indi dərsə gəlib, uşağa yəni söyləyirik ki, indi isə oxuduğun mətni öz sözlərindən ifadə et. Uşaq bu mətni oxuyub, anlayıb ki, öz sözlərini ifadə edə bilir. Və yaxud da ki, tutaq ki, lövhədə biz bir 10-15 dənə söz yazırıq. İsim, sifət, feil, qarışıq. Əsas nitq hissələrinə aid bir neçə sözlər yazırıq. Uşağa deyirik ki, indi bu sözləri isim, sifət və feil olmaqla qruplaşdır. Uşaq deməli bilir ki, isim nədir, sualı nədir, hansı söz isimə aiddir və yaxud da sifət hansı ola bilər. Uşaq bunları anlayır ki, o verilmiş sözləri əsas nitq hissələri altında qruplaşdıra biləcək. Düzdürmü? Deməli, qruplaşdırmaq yenə də, indi qeyd etdiyim kimi misalda, ayrı-ayrı nitq hissələrinə aid verilən ümumi sözləri bir nitq hissəsində qruplaşdıra bilirsə, yenə də oldu anlamaq mərhələsi. Və yaxud da ki, indi uşağa başqa sual verirəm ki, tutaq ki, uşaq əsəri oxudu, yenə də deyirəm ki, səncə, daha doğrusu səncə, deyirəm uşağa mətnin ideyası nədir? Yəni, burada mətnin ideyasını uşaq müəyyənləşdirə bilirsə, qeyd etdiyim kimi, deməli, mətni uşaq tam şəkildə anlayıb ki, oradan bir nəticə çıxarda bilir. Və yaxud da deyirəm ki, bu nümunələr gətirmək, uşaq tutaq ki, yenə də sifəti bilir, uşağa deyirəm ki, mənə sifətə aid bir neçə nümunə söylə. Uşaq sifətin nə olduğunu anlamalıdır ki, ona bir neçə nümunə söyləyə bilsin. Və yaxud da, deməli, araşdırmaq mərhələsi, elə ondan danışım. Qeyd etdim ki, anlamaq mərhələsində uşaq araşdıra bilər. Ancaq burada araşdırıb ortaya çıxartdığı o nəticə təhlil etməyin əsasında yaranmayacaq. Uşaq sadəcə faktlar əsasında bir araşdırırsa, bu olacaqdır anlamaq mərhələsi. Məsələn, tutaq ki, bir əsər vermişəm uşağa, deyirəm ki, qeyd edirəm ki, bu əsərdə həmin dövrlə, həmin əsərin yazıldığı dövrlə uyğun olmayan obrazları araşdır. Burada faktlar əsasında uşaq həmin obrazları araşdıracaqsa, müəyyənləşdirəcəksə, bu olacaqdır anlamaq mərhələsi. Daha sonra, tutaq ki, məsələn, çaldıran döyüşü. Çaldıran döyüşünün ilini soruşdumsa, bu oldu xatırlamaq mərhələsi. Ancaq uşağa deyəcəm ki, çaldıran döyüşünün səbəblərini izah et. Burada uşaq izah edəcəksə, yenə də olacaqdır anlamaq mərhələsi. Və yaxud da ki, ayrı-ayrı rəssamların, ayrı-ayrı və yaxud da yazıçının, deyirəm uşağa, bu iki yazıçını təqdim edirəm, deyirəm Abbas Səhətlə Abdullah Şaiqin yaradıcılığını müqayisə et. Gördünüzmü? Burada ayrı-ayrı anlayışları müqayisə edəcək. Yenə də olacaq anlamaq mərhələsi. Bir sözlə öz sözlərini ifadə edə bilirsə, mətn ideyasını müəyyənləşdirirsə, faktlar əsasında araşdırırsa və yaxud da mətnin xülasəsini söyləyir, ümumiləşdirirsə, oxşarlıqlar, ayrı-ayrı əşyalar, obyektlər, hadisələr arasında oxşar və fərqli cəhətləri söyləyə bilirsə, mətni oxuduqdan sonra öz sözləri ilə danışa bilirsə və yaxud da ki, yəni mətn ideyasını söylədim, ümumiləşdirməyi söylədim. Bax bunlar və ya verilmiş
verilmiş anlayışa özü nümunələr gətirə bilirsə və yaxud da oxuduğunun mahiyyətini aydınlaşdıra bilirsə, izah edə bilirsə, yenə də bunlar olacaqdır. Deməli, taksonomiyanın anlamaq mərhələsi. Bir sözlə xatırlamaqdan fərqli olaraq anlamaq mərhələsində uşaq neynədir? Mütləq şəkildə bildiyi informasiyanın, yadda saxladığı informasiyanın mahiyyətini, əhəmiyyətini mütləq bilməli oldu. Yəni, ona aydın olmalıdır həmin mövzu ki, onu deməli, öz sözləri ilə danışa bilsin, nümunələr gətirə bilsin və s. Buradan müəllimlər keçirik tətbiq etməyə. Uşaq tətbiq etməsi üçün xatırlamalıdır, anlamalıdır, daha sonra tətbiq edə bilməlidir. Artıq deməli qeyd etdiyimiz kimi anlamaqdan sonra gəlir tətbiq etmək, anlayır ki, tətbiq edə bilir. Tətbiq etmək mərhələsi, yəni uşaq demək istəyirəm ki, əgər uşaq anlamayıbsa bir mövzunu, deməli tətbiq edə bilməyəcək. Yəni ona görə də uşağa əvvəlcə xatırlatmaq lazımdır. Mövzunu mənimsətmək, aydınlaşdırmaq, anlamasını təmin etmək lazımdır ki, uşaq o öyrəndiklərini tətbiq edə bilsin. Elə tətbiq etməyin əsas mahiyyəti də budur ki, öyrəndiklərini praktikada tətbiq edir. Yəni, burada əsas olan hissə şagirdin öyrəndiyi, oxuduğu və s. məlumatları tətbiq edə bilməsidir. Yəni, o praktikada onu yerinə yetirirsə şagird, artıq bu olacaqdır tətbiq etmək mərhələsi. İndi burada deməli müəllimlər, şagird nə isə yerinə yetirir, verilən tapşırığı tutaq ki, yerinə yetirir. Və yaxud da, nə bilim, laboratoriyada hər hansı bir işi sınaqdan keçirir, cədvəl qurur, Azərbaycan dili dərsində hər hansı bir əsəri səhnələşdirir, nə bilim, texnologiyada qurur, hazırlayır, təsvirin sünət dərsində çəkir və yaxud da ki, hesablayır riyaziyyat dərsində, həll edir, icra edir. Bax, bunların hamısı tətbiq etmək mərhələsinə uyğundur. Amma müəllimlər, mən tətbiq etməyi danışanda qeyd etdim ki, uşaq... Müəllimə, bir dəqiqə olar. Buyurun. Müəllimə, anlamadan sonra təhlil etmək deyildir. Xeyr, müəllim. Xeyr. Elə yadımda qaldı. Yox, müəllim. Tətbiq etmək, daha sonra təhlil etmək mərhələsidir. Bəli. Deməli, tətbiq etmək mərhələsi, indi qeyd etdiyim kimi, uşaq anlayır ki, tətbiq edir. Eyni zamanda əsas hissə nədir? Baxın, 2024-cü ildən biz artıq qeyd etdik ki, əvvəlki illərdən fərqli olaraq artıq uşağın, məsələn, yeni nə isə öyrənib, o öyrəndiyi anda müəllim onun anladığını yoxlamaq üçün nə isə icra etdirirsə, bunu tətbiq etmək yox, anlamaq mərhələsinə götürürük. Məsələn, müəllim bugün danışıb, Pifaqor teoremindən danışıb, onu izah eləyib. İndi müəllim lövhədə Pifaqor teoremini yazır, bir məsələ verir, uşağa deyir, gəl, lövhədə olan düstur əsasında, teorem əsasında bu məsələni yerinə yetirir. Burada müəllimin əsas məqsədi şagirdin anlamasını təmin etməkdir. Yəni, uşağın anlamasını təmin etməkdir əsas məsələ. Uşaq verilən düstur əsasında, verilən teorem əsasında tapşırığı icra edirsə, bu tətbiq etmək yox, anlamaq mərhələsinə aiddir. Ancaq tətbiq etməkdə uşaq artıq öyrənir. Sərbəst şəkildə həmin biliyə malikdir. Bunu özü müstəqil praktikada həyata keçirə bilirsə, bu olacaqdır tətbiq etmək mərhələsi. Qeyd edim ki, əksəriyyət hallarda prosedural biliklə əlaqəlidir. Deməli, müəllimlər, indi gəlin nümunələrə baxaq ki, qoy bizə mövzu daha asan olsun. Məsələn, bunu mən dəfələrlə çəkmişəm bu misalı, yenə də ondan başlayacağam. Uşağa qeyd edirik ki, sinif otağıdır. İndi gəl sən bu sinif otağının sahəsini hesabla. Uşaq sinif otağının tutaq ki, ölçür, sahəsini hesablayır və ya perimetrini hesablaya bilir və ya əyləşdiyi partanın perimetrini hesabla. Bu olacaqdır, onu sərbəst şəkildə, yəni artıq uşağa heç nə verilmir. Uşaq bilir ki, sahə düsturu nədir? Bunu özü xatırlayır, sahə düsturuna əsasən uşaq anlayır ki, əvvəlcə tutaq ki, ölçmək lazımdır, enini, uzunluğu, sonra necə perimetrinin düsturuna əsasən necə yerinə yetirmək lazımdır, o perimetri necə tapmaq lazımdır, özü bunu tətbiq edir, praktikada olacaqdır tətbiq etmək mərhələsi. Azərbaycan dili dərsidir. Uşaq mətni öyrənib və ya tarix və ya digər fənlərdə, yəni ümumiyyətlə səhnələşdirmə olsun, yəni xüsusilə Azərbaycan dilidir deyə qeyd etdim. Uşaq, məsələn, simulyasiya, rol oyun, uşaq onu səhnələşdirir.
olacaqdır tətbiq etmək mərhələsi. Və tutaq ki, həyat bölgüsündə qarşımıza çıxıb sağlam qidalanma. Burada üç uşağın dialoqu var. Gəlir, üç uşaq öyrəndikləri əsasında bu dialoqu səhnələşdirir. Olacaqdır, deməli, tətbiq etmək mərhələsi. Və ya laboratoriya otağında və ya kimya, fizika dərslərində nəyisə sınaqdan keçirir, təcrübədən keçirir. Tətbiq etmək mərhələsi. Və yaxud da riyaziyyatda uşağın qarşısına çıxıb bir məsələ, uşaq bu məsələni yerinə yetirir özü. Və yaxud da ki, nə bilim, nəyisə hesab verilən misalı hesablayır. Və yaxud da ki, uşaq yəni məlumatı veririk, ona paraqraf hazırlayır, nə bilim, cədvəl hazırlayır. Olacaqdır yenə tətbiq etmək mərhələsi. Və yaxud da ki, müəllimlər, uşağa tutaq ki, təsvirin sünət dərsində şəkil veririk. Şəkil deyir, uşaq bu verilən şəkli çəkir. Olacaqdır yenə tətbiq etmək mərhələsi. Texnologiya dərsində nəyisə modelini hazırlayır və yaxud da kitabdan baxır, o kitabdakı ardıcıllığa əsasən mozaika hazırlayır. Olacaqdır yenə tətbiq etmək mərhələsi. Bir sözlə, əvvəlki 2024-cü ildən etibarən artıq biz hazır verilmiş düstura əsasən, hazır verilmiş və ya teoremə və s. əsasən tapşırığın yerinə yetirilməsini tətbiq etmək yox, anlamaq mərhələsinə aid edəcəyik ki, bu dünənki sınaqlarda da var idi. Səhv etmirəmsə, Pifaqor teoremi verilmişdi. Buna əsasən tapşırığın hansı mərhələyə aid olduğu soruşulmuşdu ki, bu da aid oldu anlamaq mərhələsinə. Ondan qeyri, uşaq səhnələşdirirsə, tapşırığı yerinə yetirirsə, öyrəndiyini praktikada bir sözlə tətbiq edir, hesablayırsa, nə bilim, sınaqdan keçirirsə, bunlar aid olacaqdır, deməli, tətbiq etmək mərhələsinə. Tətbiq etmək mərhələsindən keçirik indi Sevinç müəllim, təhlil etmək mərhələsinə. Deməli, təhlil etmək odur ki, baxın, əvvəlcə o ifadəyə baxaq, təhlil, analiz, parçalamaq. Məsələn, mənim əlimdə bir əsər var, tutaq ki, bir əsər var. Bu əsəri mən oxumalıyam. Oradan, məsələn, mən qəhrəmanlığa aid olan ən vacib hissəni seçməliyəm. Qəhrəmanlığa ən uyğun olan, daha doğrusu hissəni seçməliyəm. Deməli, mən onu təhlil etməliyəm ki, oradan bir nəticəyə gələm, qəhrəmanlığa ən uyğun olan hissəni seçə bilim. O bir dənə bütöv verilir. Bu bütövi parçalamaq varsa, onu hissələrinə ayrı, bu hissələr arasında əlaqə yaratmaq varsa, bu təhlil etmək mərhələsi olacaqdır. Anlamaq yox ki, ən çox anlamaq və təhlil etmək qarışdırılır. İndi gəlin geniş danışaq biraz təhlil etməkdən. Qeyd etdiyim kimi müəllimlər, anlamaq mərhələsindən fərqli olaraq təhlil etmədən bütövün bir neçə hissiyə parçalanaraq aralarında əlaqə yaradılması, arasında çoxşarlığın, fərqliyin, yəni müqayisənin aparılması və onların içərisindən ən uyğununun, ən vacibi, ən səmərəlisi və s. o ənin tapılması var. Deməli, burada əsas məsələ başlayır parçanın bütövlərə ayrılması və bütövlər arasında əlaqənin təhlil edilməsindən və təhlil etməyin də əsas məqsədi elə bundan ibarətdir ki, oradakı bir ən vacib məqamları biz müəyyənləşdirə bilək və yaxud da orada olan o belə deyək də, o tamı hissələrə parçalayaq. O, tutaq ki, ən əhəmiyyətlisini, ən əhəmiyyətsizini müəyyənləşdirə bilək. Bax, bu olacaqdır təhlil etmək mərhələsi. Bir də təhlil etməkdə var, müəllimlər, müəllifin mövqeyi. Müəllifin mövqeyini görəcəksinizsə, ən vacib hissəni görəcəksinizsə, bütövün hissələrə parçalanaraq o bütövün ən əhəmiyyətlisinin seçilməsi, arasında çoxşarlığın seçilməsini görəcəksinizsə, təhlil etmək mərhələsinə aid olacaqdır. İndi, baxın, əvvəlki testlərdə belə bir sual da vermişdim, test idimi, sual idimi. Deməli, orada var idi ki, qeyd etmişdim, deməli, necə idi o? Mətnin mövzuya əsasən, mövzuya əsasən, yəni ideyasını müəyyənləşdir. Yəni, burada və yaxud da ki, müəllifin mövqeyinə əsasən ideyasını müəyyənləşdir. Əgər biz müəllifin mövqeyindən yanaşırıqsa məsələyə, müəllifin mövqeyindən, müəllifin yanaşmasından baxırıqsa məsələyə, bu olacaqdır təhlil etmək mərhələsi.
Əgər uşaq sadəcə mətnin ideyasını müəyyənləşdirirsə, anlamaq mərhələsidir. Amma sizə desə ki, müəllifin mövqeyindən, məsələn, əsərdəki, məsələn, Cəfər Cabbarlının mövqeyindən əsər filan obraza, Cəfər Cabbarlının filan obraza mövqeyini müəyyənləşdirir. Bu olacaqdır təhlil etmək mərhələsi. Və ya deyəcəkdir ki, Dəli Kür əsərində, yenə də tutaq ki, Dəli Kür əsərindəki o dövrə uyğun ən qabarıq hissələri müəyyənləşdirir. Dövrünü və yaxud da ki, o dövrün ziddiyyətlərini özündə göstərən ən uyğun hissələri müəyyənləşdirir. Yenə də olacaqdır təhlil etmək mərhələsi. Bir sözlə, bu təhlil etmədə var, tam hissələrə parçalayıb onları qarşılaşdırmaq, onların içindən ən uyğununun, ən səmərəsinin seçilməsi. Bir də var, müəllifin mövqeyi məsələsi. Deməli, müəllimlər, gəlin baxaq indi misallara. Məsələn, deyəcək ki, məsələn, əsəri verir, deyir ki, burada, məsələn, elə olsun yenə də Dəli Kür əsərini, İsmail Şıxlının yaradıcılığını və yaxud da ki, elə Dəli Kürü qoyuram burağa, İsmail Şıxlının yaradıcılığını xarakterizə edən və yaxud da əsərdə İsmail Şıxlının yaradıcılığını xarakterizə edən əsas cəhətlər hansılardır? Deməli, bu bizdən tələb edir ki, biz burada təhlil edək bu əsəri. İsmail Şıxlının bu əsərdə ona xarakterizə edən ən əsas cəhətləri müəyyənləşdirək. Baxın, burada ən əsas məsələsi var. Yenə sınaqda da var idi bu, ən məsələsi var idi. Onu hamı, demək, qrupumuzda olan hamı düzgün götürmüşdü, nə gözəl, nə əla. Deməli, ən əhəmiyyətlisi idi, səhv etmirəmsə belə idi, olacaq idi təhlil etmək mərhələsi. Və ya deyəcək ki, nə bilim, yenə də Dəli Kür əsərindəki Şahbaz obrazının başlıca xüsusiyyəti hansıdır? Baxın, başlıca xüsusiyyəti. Deməli, təhlil etməliyik ki, biz o başlıca xüsusiyyətin nə olduğunu müəyyənləşdirə bilək. Yenə də olacaqdır təhlil etmək mərhələsi. Və yaxud da ki, sual veririk ki, 2-ci Qarabağ müharibəsində ən həlledici döyüş hansıdır? Ən həlledici döyüş deyir. Olacaqdır təhlil etmək mərhələsi. Deməli, müəllimlər, müəllifin mövqeyi, bir də ən əhəmiyyətli, ən səmərəli seçilməsi varsa, olur təhlil etmək. Amma bir də qeyd edirəm, əgər iki ayrı-ayrı əşya, problem, nə bilim, anlayış, müqayisə olunursa, bu aiddir anlamağa. Bir dənə mövzunun tutaq ki, baxın, bir mövzu. Deyirəm ki, bir əsərdir. Uşaq da ibtidai sinifdə, 4-cü sinifdə mətni oxudu uşaq. Deyirəm, bu mətnin abzasları arasından qəhrəmanlığa ən uyğun olan abzası seç. Uşaq bir dənə əsəri oxuyub təhlil edib, onun içərisindən qəhrəmanlığı olan ən uyğununu seçdi. O deməli oldu təhlil etmək mərhələsi. Amma deyirəmsə ki, bu gün oxuduğun tutaq ki, mətnlə dünənki mətn arasındakı oxşarlığı müəyyənləşdir. İki ayrı-ayrı mətni müqayisə eləyirsə, yenə də olacaqdır burada anlamaq mərhələsi. Amma deyirəm ki, məsələn, yenə də iki mətn arasındakı qəhrəmanlığa uyğun ən vacib, belə deyim, cümlələri seç. Burada yenə də ən varsa, yenə də olur təhlil etmək mərhələsi. Bir sözlə, ən məsələsini görəcəksə, bu olacaqdır əksəriyyət hallarda və elə bütün hallarda təhlil etmək mərhələsinə aid. Təhlil etmək mərhələsi, yəni bunlardan ibarət, bir də o ideya məsələsini bir də deyim qoy, mətn ideyasını müəyyənləşdir, anlamaq mərhələsidir. Amma deyir ki, mətndəki başlıca ideyanı müəyyənləşdir. Baxın, məsələn, buna uyğun olaraq mətni verir, mətnə uyğun 5 atalar söz verir. Deyir, bu atalar sözünün içərisindən mətnə ən uyğun olanını seç. Təhlil etmək mərhələsidir. Deməli, bunlar da oldu təhlil etmək mərhələsi. İndi müəllimlər, şagird xatırlayır, mövzunu anlayır, tətbiq edə bilir, təhlil edə bilir. İndi artıq keçib onun öz mövqeyi məsələsi. Mən artıq məsələləri öz mövqeyimdən dəyərləndirə bilirəm, öz yanaşma tərzimdən baxa bilirəm, öz gözümdən görüb fikir yürüdə bilirəm. Bu olacaqdır dəyərləndirmək mərhələsi. Dəyərləndirmək mərhələsi qeyd etdiyimiz kimi, yəni o artıq subyektiv fikirdir. Təhlil etmək mərhələsində müəllimlər,
Yəni mən tutaq ki bir sual qoyuram. Məsələn, mən deyirəm ki, indi burada mətnin ideyasına uyğun daha doğrusu mətnin ideyasına ən uyğun atalar sözünü seç. Təhlil etmək mərhələsində hamımız eyni nəticəyə gələcəyik. Hamımız ən uyğunundan bir dənə atalar sözünü seçəcəyik və hamımızın da seçdiyi cavab doğru olacaq. Ancaq dəyərləndirmək mərhələsində deməli, burada artıq bizim öz mövqeyimiz var. Biz faktlar əsasında dəyərləndirmirik. Bizim artıq subyektiv fikrimizdir. O məsələyə siz fərqli cür baxırsınız, mən fərqli cür baxıram. Bizim irəli sürdüyümüz fikirlər də fərqli olacaqdır. Deməli, dəyərləndirmək mərhələsində nə isə qiymətləndirmək üçün orada obyektivlik lazımdır. Bu birinci növbədə tutaq ki, bir hadisənin mənfi və müsbət tərəfləri var və bu tərəfləri müəyyənləşdirərkən biz burada obyektiv yanaşmalıyıq. Gərəksiz münasibət bildirməliyik. Və burada əlbəttə dəyərləndirmək mərhələsində şagirdin tənqidi təfəkkürdə inkişaf edir eyni zamanda. Daha doğrusu tənqidi təfəkkürə malik olan şagird ən yaxşı halda dəyərləndirmək mərhələsinə aid sualları düzgün cavablandıra biləcəkdir. Yəni dəyərləndirməsi üçün tənqidi təfəkkürün inkişafı da lazımdır eyni zamanda. Qeyd etdiyimiz kimi dəyərləndirmək mərhələsi subyektivliklə bağlıdır. Hər kəsin fikri burada müxtəlif ola bilər. Yəni problemlə bağlı hər kəsin öz fikri var. Səncə bu necədir deyir. Məsələn deyir ki, müəllimlər, sən bu münasibət, daha doğrusu sən bu problemə necə münasibət bildirərdin? Bir mübahisə olub, şagirdə deyirəm, sənin münasibətin necədir? Dəyərləndirmək mərhələsinə aiddir. Şagirdə qeyd edirəm ki, bu məsələni qiymətləndir, dəyərləndir. O öz mövqeyini bildirəcək burada. Öz fikrini söyləyəcək. Mən deyəcəm ki, müəllimlər, şagirdə öz fikrini əsaslandır. İndi bu əsaslandırmaq təhlil etmədə də var. Bu bunu da qeyd edim. Şagird öz fikrini söyləyir, dəyərləndirmək. Öz fikrini əsaslandırır, yenə dəyərləndirmək. Amma məsələn əvvəl qeyd etdim ki, mətnə uyğun ən başlıca ideyanı müəyyənləşdir, təhlil etmək idi, düzdürmü? Burada da əsaslandırmaq ola bilər. Amma mətnə uyğun başlıca ideyanı müəyyənləşdirən şagird təhlil edib cavaba gəldi. Əsaslandıracaqsa, o mətndən cümləni göstərəcək. Deyəcək, müəllim, baxın, burada bu cümlə yazıb. Bu cümləyə əsasən bu ideyaya daha çox uyğundur. Yəni, mətndəki faktları əsaslandıracaq şagird, bu olacaq təhlil etmək mərhələsi. Amma öz fikirlərini əsaslandırmaq üçün şagird burada necə deyim, öz münasibətini bildirəcək, öz mühakiməsini irəli sürəcək, öz fikirləri ilə əsaslandıracaqsa, olacaq dəyərləndirmək mərhələsi. Daha sonra, deməli, şagird burada, məsələn, başqalarını inandırır, başqalarını ilə tutaq ki, bir müzakirə prosesində öz münasibətini bildirir. Bu olacaqdır, yenə də dəyərləndirmək mərhələsi. Ən çox situasiyalarda səncə bu niyə belədir? Yəni, sənin fikrin nədən ibarətdir? Və ya sən olsan nə edərdin? Səncə bu münasibətdə və ya bu mətndə və ya da Cırtdan nağılında səncə Cırtdanın etdiyi hərəkət doğru idimi? Bu olacaqdır dəyərləndirmə. Sən onun yerində olsan nə edərdin? Dəyərləndirmə. Və yaxud da ki, Azərbaycan və yaxud da ki, Səbəblər dövlətinin varlığını, Azərbaycanın dövlətçilik ənənələrinə olan təsirini nədə görürsən? Olacaqdır, yenə dəyərləndirmək mərhələsi və burada yenə də şagird öz münasibətini, öz fikirləri ilə, öz sözləri ilə daha doğrusu əsaslandırırsa, yəni burada bir fakt irəli sürmür, öz sözü ilə, yəni müəllim, mən bunu belə düşünürəm, yəni bu mənim belə öz fikrimdir, öz subyektiv fikrimdir, öz sözlərimlə əsaslandırıramsa, olacaqdır dəyərləndirmək mərhələsi. Tutaq ki, mətndən olan, nə bilim, tarixdən olan faktlarla öz fikrini əsaslandırırsa, bu qeyd etdiyimiz kimi olacaqdır. Deməli, dəyərləndirmək yox, təhlil etmək mərhələsi. Dəyərləndirməyə bir neçə də nümunə deyək. Məsələn, deyirəm ki, uşaqlara, deməli, məsələn, müzakirə prosesidir. Şagirdlərdən biri fikir söyləyib. Deyirəm ki, sən yoldaşının söylədiyi fikirlərə nə münasibət bildirərdin? Necə baxırsan? Səncə doğru söyləyirmi? Yəni, necə qiymətləndirirsən bu fikri? Burada olacaqdır dəyərləndirmə mərhələsi və yaxud da ki, əsəri şagird oxuyub, deyirəm ki, əsərin baş qəhrəmanına, səncə əsərin baş qəhrəmanı bu olmalıydımı?
Yəni və yaxud da ki, əsərin baş qəhrəmanına münasibət bildir, münasibətini öz sözlərindən əsaslandır və yaxud da məsələn atalar sözü verirəm, uşağa deyirəm ki, baxın, atalar sözü verirəm, uşağa deyirəm ki, bu atalar sözünə münasibətini əsaslandır. Yenə də olacaqdır dəyərləndirmək mərhələsi. Artıq dəyərləndirmək mərhələsindən sonra şagird yaradacaq. Dəyərləndirməkdən sonra, yəni müəllimlər, uşağın artıq özünün fərziyyəsi var. Özünün subyektiv fikirləri var. O artıq subyektiv fikirlərini formalaşdıra bilir. Öz mühakiməsini irəli sürə bilir. Deməli, burada yəni tənqidi təfəkkür qeyd etdik ki, var dəyərləndirmədə. Bundan öz fikirləri varsa, öz fikirləri əsasında bir məhsul da ortaya çıxarda bilər. Artıq yaradıcı təfəkkürün də inkişafı lazım olan yaratmaq mərhələsinə çatmış olduğunu göstərir. Əgər öz fərziyyələrini, öz təkliflərini hazırlayıb nəsə ortaya çıxardırsa. Yaratmaq mərhələsində deməli müəllimlər, tutaq ki, nəsə qurur, nə bilim, nəsə yaradır, tutaq ki, olmayan bir şeyi dizayn eləyir, sərbəst şəkildə məsələn nəsə hazırlayır. Müəllim deyir ki, uşaqlar təsvir sənət dərsində sərbəst mövzuda rəsm çəkin. Şagird özü elə bir rəsm çəkir ki, müəllim belə baxır ki, hə də, yəni uşağın qeyri standart yanaşdığını göstərir bu. Yəni burada və yaxud da deyir ki, ekoloji problemlər haqqında təşriflər planı hazırlayın və ya uşaq nə isə yenidən tərtib edirsə öz fikirləri əsasında və yaxud da məsələni uşağa veririk, amma məsələni şagird elə yolla həll edir ki, bu bizim təqdim etmədiyimiz həll yoludur. Uşaq məsələni həll etmək üçün yeni bir yol yaradır. Yeni bir yol yaradırsa yenə də olacaqdır yaratmaq mərhələsi. Bir sözlə yaratmaq mərhələsində var olmayan nəyinsə ortalığa çıxardılması. Məsələn, məsələnin tutaq ki, başqa hansı yolla həll edərsən, başqa hansı yolla uşaq tutaq ki, həll etmək üçün bir təklif irəli sürür, təkliflər hazırlayır. Olacaqdır yaratmaq mərhələsi. Və yaxud da ki, şəhərdə olan içməli su problemlərini necə həll etmək olar? Uşaq burada tutaq ki, bir plan hazırlayır, bir layihə hazırlayır. Və yaxud da ki, deməli, uşağa deyirəm ki, uşaq özündən şeir yazır. Və yaxud da ki, nə bilim, bir musiqi bəstələyir. Və yaxud da ki, mətnin 3 hissəsini oxuyub, 4-cü hissə yoxdur. Uşağa deyirəm, səncə 4-cü hissə olsaydı necə olardı? Və yəni 4-cü hissə təzədən bir yazır, deməli, bu olacaqdır yenə də yaratmaq mərhələsi. Və yaxud da ki, sən obrazın sonraki taleyini necə görürsə, buna aid bir esse yazır. Yenə də olacaqdır yaratmaq mərhələsi. Bir sözlə, şagird öz fərziyyələri, öz ideyaları, öz yanaşması əsasında nəsə ərsiyə gətirirsə, icad eləyir, ixtira edir, plan hazırlayır, nə bilim, dizayn eləyir, şeir qoşur özündən, nə bilim, musiqi bəstələyir, təşriflər planı hazırlayır və ya texnologiyada nəsə quraşdırır, bu olacaqdır yaratmaq mərhələsi. Baxın, tətbiq etməkdə də biz texnologiyanı qeyd etdik. Müəllim uşaqlara məsələn mozaika hazırladır. Uşaq kitabdan baxır, mozaika necə hazırlanmalıdır. Oradakı ardıcılığa əsasən tutaq ki, yoğurt qabından onun tutaq ki, bədənini hazırlayır, plasterindən baxır, onun bu ağzını, dimdiyini hazırlayır, neyniyir. Olacaqdır bu tətbiq etmək mərhələsi. Çünki öyrəndiyini praktikada tətbiq edir. Amma yaratmaq mərhələsində uşaq nəsə bir, məsələn deyirəm ki, uşaqlar bir mozaika, yəni mövzumuz mozaikadır. Kim sərbəst mövzuda, kim necə istəyir o formada mozaika hazırlasın. Uşaq yeni nəsə, özündən nəsə yaradır. Özü, yəni başqa bir, öz ideyasına uyğun bir mozaika modeli hazırlayır, yaradır. Bu olacaqdır yaratmaq mərhələsi.